Əliyev Ramil bunlar qohumdur. Yəni bunların elə dədə babadan qohumluq bağları var. Elə orada da qohumdular, gəldilər elə burada da nə oldu? Qardaşım balasıdır. Yaxın, demək olar ki, yaxınlığında dəfn olundular. Ramilin bir işi də ondan ibarətdir ki, Ramil ailədə tək oğlandı, bir bacı, bir qardaşdılar Eşən, mən biləni. Anası da bir neçə gün öncə dünyasını dəyişmişdi Ramilin. Yəni, onlar üçün xəbəri eşidə də bilmədi, onu eşitmək də bilmədi. Ramildən sonra gedib. Onda elə oğlunun xəbərini. Bax, görürsünüz, belə bir talih də var, belə bir qəmli bir əhvalat da var. Allah valideyni buradadır, atası buradadır, ona can sağlığı arzulayıram. Eyşən qardaşımıza, Allah səbir versin ona da, o qıza da. Allah ömürlərini xeyirli eləsin ki, onlar da yaşada bilsinlər Ramili. Ramil də bizim zəfər gətirən şəhidlərimizdəndir, qəhrəmanlarımızdandır, unudulmaz bir qəhrəmanımızdır ki, bax, bugün görsən, bu cərgədə də, bax, bunlar hamısı o biri cərgədə, aşağı cərgədədir, o Səmirgili. Onlar hamısı vətən üçün, yəni uğur və zəfər gətirən şəhidlərimizdir. Bu xiyabanda şəhidlərimiz çoxdur, onlar da əvvəlkilər də biz üçün dəyərli və əzizdirlər. Amma bu dəyəri və əzizi qiymətli eləyən, bahalı eləyən bizim bax, bu sonradan gələn, bu qələbənin yolunu açan bu qəhrəman oğullarımız oldu. Allah onların hər birindən ayrı-ayrılıqda öz bildiyi mükafatlarını versin, öz bildiyi dəyərlərini versin. Bəli, insan bəzən mələkdən üstün ola bilər. Niyə? Çünki mələklər yeməkdən, içməkdən onlar uzaqdırlar. Allah Taala onları başqa cür xəlq edib. Amma insan ruzu dalıcan gedən məxluqdur. Öz nəfsini, ondan sonra Allah əmrini yerinə yetirsə, o mələkdən də uca olar. Bunlar mələkdən də ucalırlar. Allah onların məqamını biraz da uca eləsin. Peyğəmbər balalarından ayırmasın. Allah səbirlər versin. Vətən üçün şəhid olan bu əskəri xəlqi daim xatırlasın, unutmasın. Onun qəmli qalıbdır dünyası. Baxıb taleyinə mələklər də yas saxlasın. Allah biz onsuz da elə yas saxlayırıq, doğrudan da elə. 5 ildir də, 6-cı ilə keçdik də. Biz indi çox ürəkdən nə şadlanmırıq, nə o bilsin. Toy eləyənlər də Allah mübarək eləsin, uşaq evləndirirlər. Onlara heç bir bizim qəbahətimiz, bundan sonra belə pis münasibətimiz yoxdur. Onlar da görürük ki, könülləri sınır, bu işi icra edirlər, məcburdular bir növ. Amma bəzilərimiz də var ki, onların qapıları, bacaları elə bağlanır ki, onların qiyamətdə də heç toy sədaları eşitməyəcək. Neyini? Dözərik bir tər, vətən üçündür, el üçündür, oba üçündür, yurdumuz üçündür, xalqımız üçün, millətimiz üçün. Bu bayrağımızın qiymətli olmağı üçün bu oğullarımız bax, bükülüb o bayraqlara. Bu bayrağı qiymətli eləyən şəhidin qanıdır. Şəhid qanı olmasa onun heç bir dəyəri olmaz. Allah sizləri qorusun, Allah səbirlər versin. Şəhidimizin ruhuna bir dua deyim, şəhidlərimiz üçün dua deyim inşallah tərpənək.